Salam, xoş gördük hörmətli tamaşaçılar. İTV Xəbər efirdədir. Studiyada Leyla Abdullayevadır. PKK artıq tarixə qovuşur. Abdullah Öcalanın silahı yerə qoyun, təşkilatı ləğv edin tapşırığından sonra PKK üzvləri təslim olmaq qərarına gəldi. Təbii ki, istisnalar xaric olmaqla, məsələn, təşkilatın Suriya qanadı bu müraciəti qəbul etməsə də İraqın şimalında yerləşən Qəndil dağında qərarlaşan PKK rəsmiləri silahı yerə qoymağa razılaşdılar. Yaxın günlərdə hərbi mərkəzin rəsmiləri qurultay keçirərək təslim olacaqlarını açıqlayacaq. Qurultayın harda keçiriləcəyi isə gizli saxlanılır. PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın silahı yerə qoymaqla bağlı tərəfdarlarına çağırışı bu mövzu ətrafında geniş müzakirələr yaratmaqda davam edir. Terror təşkilatının yaxın bir ay ərzində qurultay keçirəcəyi və özünü buraxacağı gözlənilir. Qurultayın İraqın Süleymaniyə və ya Ərbil şəhərlərində keçiriləcəyi ehtimal edilir. İclasda təşkilatın xeyli sayda üzvünün iştirak edəcəyi bildirilir. Qurultayın keçiriləcəyi yerdə təhlükəsizliyi İraq təmin edəcək. Alınacak olan kongre kararları içerisinde fesih, ateşkes veya çatışmacı durumun devamı şekliyle 3 farklı versiyon ortaya çıkacağı görülürken sözde örgüt liderlerinin alacağı kararlara alt kademelerin %100 uyup uymayacakları da belirsizliğini korumaktadır. Yani bir cana fesih kararı alırken üst kesim alt kademe buna uyacak mı? Ateşkes kararı alırken alt kademe buna ne derece uyacak veya çatışmacı durumu devam ettirmek isteyen kesime alt kademeler nasıl bir cevap verecek? Bunlar henüz belirsizliğini korumaktadır. Terror təşkilatının narkotik vasitələr, silah və insan alverindən 40 milyard dollar məbləğində sərvətinin olduğu deyilir. PKK-nın bəzi üzvlərinin bu qazançdan əl çəkmək istəmədikləri üçün silaha sarılıb müqavimət göstərə biləcəyi güman edilir. Suriyanın yeni hökumətinin mövqeyi aydındır və İraq hakimiyyəti də real olaraq Türkiyənin mövqeyi ilə barışır və razılaşır. Düşünürəm ki, indi şəraitdə bölgədə PKK ilə bağlı əsasən yekdil rəyin olması PKK-ya qarşı sərt bir mübarizə üsullarının ortaya qoyulmasında da zəmin yarada bilər. Yəni prinsip etibarilə Türkiyə bir şans verdi. Bu şansdan istifadə etməyənlərə qarşı isə təbii ki, artıq təkcə Türkiyənin deyil, bu prosesdə bu və digər şəkildə iştirak edən digər dövlətlərin də sərt münasibəti ortaya çıxa bilər. Təşkilat ləğv olunandan sonra silahların yığılacağı da bildirilir. Bunun üçün xüsusi mexanizmin yaradılması gözlənilir. Terrorçuların Suriya qanadının silahları təhvil verməsi xüsusilə əhəmiyyətlidir. Lakin hazırki vəziyyət PKK-nın silahı yerə qoyaraq fərqli ideologiyaya keçəcəyini və çağırılacaq qurultayda hansı qərarların qəbul ediləcəyini söyləməyi olduqca çətinləşdirir.